Müasir Azərbaycan Dövlətinin Konstitusiyası ümumi lider Heydər Əliyevin şah əsərlərindən biridir. Əlbəttə ki, müstəqillik əldə edəndən sonra Azərbaycan özünün konstitusiyasını qəbul etməlidir. Bu baxımdan Ulu Öndər xalqın təkidi ilə hakimiyyətə gəldikdən və xalqımızın yüksək etimadı ilə prezident seçildikdən sonra ilk diqqət etdiyi sahələrdən biri yeni konstitusiyanın hazırlanması və qəbul edilməsi idi. Həm konstitusiya, həm də suverenlik Azərbaycan xalqı və müstəqillik arasında olan bütün dünya xalqları üçün böyük, əhəmiyyətli məsələdir. Konstitusiya dövlətin əsas qanunudur və digər qanunlar məhz bu qanundan qaynaqlanaraq hazırlanır. Konstitusiyanın məqsədi dövlət hakimiyyət orqanlarının formalaşdırılması, dövlətin idarə edilməsi, eyni zamanda xalqın hüquq və vəzifələrinin müəyyənləşdirilməsindən ibarətdir. 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci il dönümünü nəzərə alaraq 2025-ci il Azərbaycan Respublikasında Konstitusiya suverenliyi ilə elan edilməsi böyük məna daşıyır. Ötən ilin sentyabrında suverenliyimizin tam bərpasından sonra birliyimizin gücünü daim qorumaq və gələcək nəsillərə ötürmək indi ən öndə vəzifələrdən biridir. Sevindirici haldır ki, bugün hər birimiz müstəqil Azərbaycanın uğurlarında, regionda və dünyada söz sahibliyindən, sözün imzası qədər əhəmiyyətli olmasından qürur hissi ilə söhbət açırıq. Azərbaycan xalqı bugün əsrlər boyu arzusu ilə yaşadığı, mübarizə apardığı, müstəqil, suveren, qalib dövlətə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına xalqımızın milli sərvət sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycanı yeni dövrdə inkişafının mühüm mərhələsi gözləyir. Dövlətimiz və xalqımız tarixi nailiyyətlərə imza atmaqda davam edəcək. Cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamına əsasən 2025-ci il Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik ili elan edilmişdir. Konstitusiya bir ölkənin ən vacib qanunları toplusudur. O, ölkədə yaşayan insanların hüquqlarını qoruyur və hökumətin necə işləməli olduğunu göstərir. Suverenlik. Suverenlik o deməkdir ki, bir dövlət özünü müstəqil idarə edir, yəni başqa ölkələr ona əmr verə bilmir. Dövlətin bütün qərarlarını xalq özü müəyyənləşdirir. Suverenlik dövlətin öz evinin sahibi olmasıdır. Necə ki, evin içində qaydanı sən qoyursan, dövlət öz torpağında qaydanı özü müəyyənləşdirir. Məsələn, Azərbaycan xalqı öz prezidentini, deputatlarını özü seçir. Bu suverenlikdir. Bizim bayrağımız, himnimiz, dilimiz var. Bu da suverenliyin əlamətidir. Heç bir başqa dövlət Azərbaycan torpaqları üzərində qanun çıxara bilməz. Sən mənə anasan, anamdan əziz, sənə məhəbbətim dənizdir dəniz. Ömrümün bir anı keçməsin sənsiz. Ey mənim varlığım, gəlbim, vicdanım, mən sənə qurbanam Azərbaycanım. Nə nemət var mıdır səndə olmayan, sərvətdən, qüdrətdən yoğrulmayan, sönməz bir məşəlsən şərqə dünyaya, qara qızılımdır damarda qanım, eşqinlə dolanır Azərbaycanım. Konstitusiya kitabında nələr yazılır? Dövlət haqqında ümumi məlumatlar, ərazi bütövlüyü, suverenliyi, demokratikliyi və s. İnsanların hüquq və azadlığı, insanların vəzifələri, dövlət rəmzləri, simvolları, dövlətin dili, paytaxtı, prezidenti, məhkəmə sistemi və s.
ayında Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-sində qəbul olunmuşdur. Konstitusiya dövlətimizin ən vacib kitabıdır. Məktəbin qaydaları olduğu kimi, dövlətin də qaydaları var və bu qaydalar Konstitusiya kitabında toplanmışdır. Bu Konstitusiya dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunmasıdır. Dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm bir sənəddir. Bizim vətən nəğməmiz uzaqlara yayılsın, səsi bizdən hər tərəf yuxusundan ayılsın. Gözəl vətən, can vətən, bizə mehriban vətən, gözəl vətən, can vətən, bizə mehriban vətən. Sən xoşbəxt onlar, papalı şiş dalların, deyər bizə çoxlu var, sənin geniş vətən, bizə mehriban vətən, gözəl vətən, can vətən, bizə mehriban vətən. Sən xoşbəxt böyüdürsən bizi hər gün hər saat, göylərə uçaq deyər bizə verirsən qanat. Gözəl vətən, can vətən, hər gün ucalan vətən, gözəl vətən, can vətən, hər gün ucalan vətən, gözəl vətən, can vətən, hər gün ucalan vətən. Uşaqların hüquqları və vəzifələri ayrıca qeyd olunur. Uşaqların hüquqları, haqları. Yaşamaq və böyümək hüququ. Heç kim uşağın həyatını əlindən ala bilməz. Ailə yanında böyümək hüququ. Uşağın ata-anası ilə yaşamaq hüququ var. Təhsil almaq hüququ. Hər bir uşaq məktəbə getməli və oxumalıdır. Sağlamlıq hüququ. Uşaq tibbi yardımdan istifadə edə bilər. Ad və soyad hüququ. Hər uşağın öz adı, soyadı və şəxsiyyəti olur. Mülkiyyət hüququ. Uşaqlar varislik yolu ilə mülk sahibi ola bilər. Məhkəmədən müdafiə hüququ. Uşaq da qanunla qorunur, haqsızlıq olsa hüququ var. 2020-ci il sentyabrın 27-sində Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-u 20-si həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi, işğalın qaldırıldığı bütün ərazilər bərqərar olmuşdur. Azərbaycan Respublikasının Prezidenti 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli sərəncamına əsasən sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir. Tarix boyu zəfərlərə imza atan, ulu, şanlı bir dövlətsən Azərbaycan, yeraltıda, yerüstüdə zəngin olan, başdan başa bir sərvətsən Azərbaycan. Tanınırsan həm neftinlə, həm qazınla, badamlı, siraq, isti su, Kəlbəcərdə qızılınla. Dəli çürün, xan arazın, muğamın, telli sazınla. Sən dillərdə şöhrət olan bir sərvətsən Azərbaycan. Qız qalası Möminə xatun bir məhəbbət qalasıdır. Göl Xəzənin sahilləri sevərlərin dünyasıdır. Məhşur olub güllələri inkişafın aynasıdır. Gündən günə gözəlləşən bir məhəbbətsən Azərbaycan. Vətənisən həm ləzzinin,
Həm talışın, həm avarın, Qarabağda dastan yazdı. Hər millətdən oğulların qarşısında baş əymiş, şəhadətə çatanlara sən xalqlar birləşdirən bir vətənsən Azərbaycan. Naxçıvanın xoş havası, Qarabağın mənzərəsi, çox gözəldir təbiəti, müqəddəsdir hər bölgəsi, yeməkləri, musiqisi, gözəl adət-ənənəsi, cənnət görmək istəyənə bir dəvətsən Azərbaycan. Uşaqların vəzifələri, borcları. Qanunlara əməl etmək, hər kəs kimi uşaqlar da qayda qanunları pozmamalıdırlar. Təhsil almaq, oxumaq, valideynlər. Uşaqların vəzifələri, borcları. Qanunlara əməl etmək, hər kəs kimi uşaqlar da qayda qanunları pozmamalıdırlar. Təhsil almaq, oxumaq. Konstitusiyaya görə uşaqların məktəbə getməsi məcburidir. Ailəyə hörmət etmək, valideynə, böyüklərə hörməti vacibdir. Təbiəti, ətraf mühiti qorumaq, zibilləməmək, ağacları qırmamaq. Digər insanların hüquqlarına hörmət etmək, başqalarına zərər verməmək, sataşmamaq. Suverenliyimizi qorumalıyıq. Çünki o bizim azadlığımız və gələcəyimiz deməkdir. Biz konstitusiyamıza hörmət etməli, qaydalara əməl etməliyik ki, dövlətimiz həmişə güclü olsun. Hər bir uşaq bilməlidir ki, konstitusiya və suverenlik bizim həyatımızı daha yaxşı və təhlükəsiz edir. Biz vətəni sevirik, ona nələr deyirik, nəmə deyirik. Biz vətəni sevirik, ona nəmə deyirik, nəmə deyirik. Bayraqları uca qaldıran, bu bayrama nəmə oxuyan. Bayraqları uca qaldıran, bu bayrama nəmə oxuyan. Əllərində bayraqlar, sevinirlər uşaqlar, bizim uşaqlar. Əllərində bayraqlar, sevinirlər uşaqlar, bizim uşaqlar. Bayraqları uca qaldıraq, bu bayrama nəğmə oxuyaq. Bayraqları uca qaldıraq, bu bayrama nəğmə oxuyaq. Konstitusiya bir dövlətin əsasıdır, vətəndaşlarının hüquq və azadlıqlarını təmin edən təməl qanundur. Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci ilin ölkəmizdə konstitusiya və suverenlik ili elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir. Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Sərəncam həm tarixlik, həm də gələcəyə yönəlik strateji yanaşmaları əks etdirir. Suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu anlayışlar təkcə dövlətin hüquqi və siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir. Azərbaycan Respublikasında suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi müasir dövlət quruculuğu və xalqın rifahı üçün zəmin yaradır. Ölkəmizdə 2025-ci ilin konstitusiya və suverenlik ili elan edilməsi isə bu prinsiplərin həm tarixi əhəmiyyətini, həm də gələcəyə yönəlik strateji mahiyyətini daha da ön plana çıxarır. Sərəncam Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq imzalanıb. Bu qərar Azərbaycan xalqının milli suverenliyinin möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğundakı nailiyyətlərimizin daha geniş şəkildə təbliğ edilməsinə xidmət edir.
Azərbaycan Respublikasının konstitusiyası günümüzdə də vətənimizin sabit inkişafı və çiçəklənməsi üçün əsas amillərdən biri olmağa davam edir. Konstitusiya hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatı, dövlət quruluşunun əsaslarını, qanunvericilik sistemini və idarəetmə prinsiplərini təsbit edən ən ali sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyini möhkəmləndirərək cəmiyyətimizə sülh, demokratiya və hüquq üstünlüyü prinsipləri ilə yön verir. Azərbaycanın inkişafı, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması yolunda konstitusiyamızın əhəmiyyəti böyükdür. Hər birimizin konstitusiya hüquqlarını qorumaq və onu yaşatmaq vəzifəmizdir.